Uşaqlar, bugünkü mövzumuz xəritədə dağların yerləridir və mən sizə materik bütün dağların yerlərini göstərəcəm. Birinci Şimali Amerikadan başlayaq. Şimali Amerikada deməli qəhvəyi rəngin tündü cavan dağların olmasını göstərir və bu da Kordilyer dağıdır. Kordilyer dağlarının bu hissəsində sahil dağı yerləşir. Burada qayalı dağlar yerləşir. Bu hissədə Kaskad dağlarıdır. Bir de burada Sierra Madre dağlarıdır ki, bunlar Kordilyerin tərkib hissəsi kimi gedirlər. Sierra Madre dağları Meksika ölkəsinin ərazisinə düşür. Bir de sizə nə məlumat verəcəm? Bu Şimali Amerikada yeganə Mezozoy erasına aid olan dağlar qayalı dağlardır. Və yeganə qədim dağ olaraq isə Apalaç dağlarını vurğulaya bilərik. Cənubi Amerikaya keçək. Cənubi Amerikada bir dənə dağ sistemini deyəcək. O da Ant dağları və qəhvəyi rəngin tündünü görürsünüz. Ant dağları subduksiya zonasında yerləşir. Naska və Cənubi Amerika tavasının toqquşma zonasıdır və yeganə cavan dağdır. Ümumiyyətlə, yəni yeganə dağdır Cənubi Amerikada. Afrika materiki ilə davam edək. Uşaqlar, Avrasiya materikini sona saxlamışam, ən çox dağ sistemi orada olduğuna görə. Afrika materikində yeganə cavan dağ Atlas dağlarıdır. O şimal-qərb hissəsində yerləşir Afrikanın və cənubunda isə qədim dağlardır. Kaf dağları tam cənub hissəsində, cənub-şərq hissəsində isə Əjdaha dağları yerləşir. Bunlara Kaf Əjdaha. Əjdahanı bəzi kitablarda Dragon adı ilə də verirlər. Bu da Afrikada olan dağ sistemi. Avstraliyada yeganə dağ sistemi böyük su ayrıcı dağlarıdır. O da Avstraliyanın şərqində yerləşir. Sakit Okean sahil hissələrindən düşür. Antarktidada Antarktida masivi, Vinson masivi yerləşir. Vəssalam, Antarktida haqqında da bu qədər. Və keçirəm Avrasiya materikimizə. Avrasiya materikimizdə Skandinaviya dağları buradadır. Piriney dağları, Apenin dağları, Balkan dağları, burada yuxarıda Alp dağları və onun yanında qövsvari formada yerləşən Karpat dağlarıdır. Ondan sonra gəlirik biz burada Qafqaz dağları, sonra Türkiyə ərazisində Pont və Tavır dağları, burada İran və İraq ərazisinə Zagros dağları düşür. Xəzərin cənub hissəsində Elburz dağ silsiləsi var ki, o İran ərazisinə düşür. İranla Türkmenistanın sərhəddində burada Kopet dağ silsiləsi yerləşir. Bu hissəyə artıq gəlirik. Burada Pamir dağlarıdır. Pamirin yanında Himalay, burada Hindikuş dağlarıdır. Və Himalaya paralel formada yerləşir Kunlun dağları. Onların arasında Tibet yaylasıdır. Kunlun dağlarının yuxarı hissəsində, bu hissədə Tian Shan dağları, sonra gəlir Altay və Sayan dağlarıdır. Burada Mezozoy yaşlı süxurlar və Mezozoy yaşlı dağlar, ərazilər Avrasiyada bu hissədə yerləşir. Və bura Verxayansdır, Českidis, Xotaalin dağlarını misal gətirə bilərik və ümumiyyətlə yadda saxlayın. Mezozoy yaşlı dağlar yalnız iki materikdədir. Şimali Amerika və Avrasiya materiklərində. Bir də Qat dağları var, onlar Hindistanda yerləşir, amma adı o qədər də çox çəkilmir.